Kanalıma xoş gəlmisiniz. Bugün mən sizin üçün islaq keks bişirəcəyəm. Bunu mən qazın üzərində tavada bişirəcəyəm. Təxminən 50-55 dəqiqəyə hazır olur. Resepti açıqlamada dəqiqliklə qeyd edəcəyəm. İndi isə keksin hazırlanmasına keçək. Əvvəlcə ərzaqları qaba töküb mikserlə qarışdırırıq. Sonra isə hazır olmuş keksləri tavaya töküb bam kodda qazın üzərində bişməyə qoyuram və tavanın qapağını qoyuram. Keks bişənə qədər onun sosunu hazırlayıram. Keks bişən müddətdə qapağın tərlədiyini görəcəksiniz. Bu zaman quru dəsmalla tərini silib qapağı yenidən qoymaq lazımdır ki, su qabarcıqları keksin yaxşı bişməsinə mane olmasın. 50 dəqiqə tam oldu. 50 dəqiqədən sonra mən çöplə yoxlayıram. Çöp qupqurudur. Deməli keks hazırdır. Çəngəllə bir neçə yerdən dəlik açıram. Hazır olmuş sosu ilıq formada isti kekin üzərində gəzdirirəm. Nəticədə isə içi yumşaq, nəmli və ağızda əriyən möhtəşəm bir islaq keks alınır. Siz də bu resepti mütləq sınayın və fikirlərinizi şərhlərdə mənimlə bölüşün. Xoş olsun.